Ad günü münasibətilə ürəkdən təbrik edirəm. Allah sənə can sağlığı versin, çünki əsas can sağlığıdır. Heç vaxt gözə nəzərə gəlməyəsən. Əgər canın sağ olarsa, inanıram ki, işlərin də çox uğurlu və müvəffəqiyyətlə gedəcək və hər işində sənə uğurlar arzulayıram. Bütün layihələrində uğurlar arzulayıram. Necə ki, layihələrin biri-birindən gözəl, biri-birindən rəngarəng və maraqlıdır. Təbrik edirəm səni bugün münasibətilə, çünki bugün sən belə deyək, çox çətin anlar yaşadın və bu çətin anlar şükürlər olsun ki, artıq geridə qaldı. Və inanıram ki, bir də heç vaxt xəstələnməyəcəksən və heç vaxt səni biz elə vəziyyətdə görməyəcəyik, əziz dostum. Bundan sonra da bizim maraqlı bir yerdə layihələrimiz olacaq, biri-birindən maraqlı verilişlər hazırlayacaqsan. Təbii ki, mən də hər zaman sənin yanındayam, sənin dostun olaraq hər zaman yanındayam. Təbrik edirəm, böyük qız olasan, böyük ana olasan, o gün olsun, böyük nənə olasan və qucağında nəvə gələsən ki, Rəhim, gəl bu uşaqları da çəkək, nəvələrimdir. Və o günü həqiqətən gözləyirəm, təbrik edirəm. İnanıram ki, səni təbrik edənlər çox olacaq. Mən istəyərdim ki, təbrik edənlər sırasında mən də olum. Təbriklər, ad günün mübarək.